Xırçıltısının səsi qulağınızdan getməyən, günlərlə bayatlamayan, xırçıltısı günlərlə olduğu kimi qalan sudo resepti. Başqa adla şamaxı qutabını hazırlayırıq. Xəmir üçün 250 ml süd, 250 qram qatıq, 250 qram xama, 2 yumurta, 1 çay qaşığı duz, 1 çay qaşığı şəkər tozu, 1 çay qaşığı quru maya, 1 kilo unu əlavə edib xəmiri yoğururuq. Xəmirimiz 1 saat mayalansın, biz də ətimizi qovuraq. Ətin içinə sadəcə soğan, duz, istiot əlavə etdim. Xəmiri mayalandırdıq, yoğurduq, 2 hissəyə ayırdıq. Həmin hissələri də bezelərə ayırdıq. Cəmi 9 bezedi, 176 qram oldu, bir-bir ölçmüşəm. Başlayırıq bir-bir açmağa, aralarını yağlamağa, normal qoğal kimi. Mən aralarını da kərə yağına yağladım. Hər qatının hər tərəfini yağladıqdan sonra başlayırıq doğramağa. Mən 2 barmaq qalınlığında doğradım. Mən biraz böyük etdim, siz kiçik formada da edə bilərsiniz. Bu formada da hardasa 5-10 dəqiqə gözlədəndən sonra başlayırıq formasını. Əlimizlə içdən çölə açırıq. İçərisinə 2 qaşıq əti doldurub, daha sonra başlayırıq sıx-sıx bükməyə. Badambura formasını almalıdır, narahat olmayın, bu formasını tam gözəl alacaq. 200 dərəcəlik öncədən isidilmiş sobada 10 dəqiqə bişəndən sonra qızğın yağda o üzlü bu üzlü bişirib, üzərinə sumaq əlavə edin. İndi siz bir də səsə qulaq asın. Baş döndürən ləzzət, səsi qulaqlarınızdan getməyir. Hər kəsə tövsiyə edirəm, mütləq hazırlayın. Mən sudonu çox sevirəm. Bilirəm bunu hamınız çox sevirsiniz. Ona görə də videonu bəyənib sevdiklərinizə bölüşməyi unutmayın. Hələlik.